Noyabr ayında aldığım 5 baxım məhsulu. Centella tərkiblidir. Dərinin nəmlənməsinə və qızartıların aradan qaldırılmasına kömək eləyir. Bütün dərilər, xüsusilə də həssas dərilər istifadə edə bilər. Viral olan kremin mist formasıdır. Normal, karma, yağlı dərilər istifadə edə bilər. Həssas dərilərdə qıcıqlanma yaradır ilk günlərdə. Dərinin rəng tonunun bərabərləşməsinə, nəmlənməsinə və xəfif ləkələrin açılmasına kömək eləyir. Tərkibində EC turşusu olduğuna görə istifadəsindən sonra SPF mütləqdir. Niasinamid serumdur. Poraların kiçilməsinə, sızanaqların və sızanaq izlərinin azalmasına yardımcı olur. Karma və yağlı dərilər rahatlıqla istifadə edə bilər. Quru və normal dərilər üçün yetərsiz ola bilər. Kollagen tərkibli soyulan maska. Quru və normal dərilər çox bəyənəcək. Yağlı və karma dərilər üçün ağır gələ bilər. Həftədə 2 dəfə istifadə etmək lazımdır. Ölü dəriləri dərdən təmizləyir, dəriyə bərabərlik verir, elastikliyi artırır, qırışların yaranmasının qarşısını alır. Aşağı faizli retinol krem. İlk dəfə retinola hardan başlayacağınızı bilmirsinizsə və dəri tipinizə uyğun hansı krem almalı olduğunuzu bilmirsinizsə, Franklin markasından olan bu krem bütün dəri tiplərinə və ilk istifadəyə başlayanlar üçün idealdır.